خب خانه صابون özünü ve اعضای خانواده‌sinin selametliyine azadəsi bir konkur verəcək. Konkuru şahidimiz də fikrim olab, genel konkur verenimiz de var. Olan da muvaffəqiyyətinə öz selametliyinizə bir ucalı sələvat. İnşallah muvaffaq olsunlar. خب icazətinizlə başlayaq. Xanım, xuda istifadə edə bildiniz flaşdan? Ya hələ açılmır. Xeyr. Əgər bir nəfər imtihə gətirsə, hiç flaş. Və eyvə, tənzim edin. Bismillahirrahmanirrahim. 27 بهمن 90 سوره مبارکه اعراف 26 بهمن 90 سوره مبارکه اعراف آیات 125 به بعد iki aya gələm qabağa səfərin əvvəlindən. Əuzu billahi minəşşeytanirracim. İlə səfərin əvvəlindən 125-dən oxuyuruq. Qalu cadugərlər, sahirlər belə dedilər. Amənna, mömin olduq, iman getdik. Be Rabbil aləminə, Rabbil aləminə. Elə Rabbil aləminin səhv behtərdir. Pərverdigar aləmindən özü behtərdir. Rabbil aləmin kimdir? İbarət ola Rabbi Musa və Harunə. Mənzurumuz Cənab Firon, səndəsən ha? Tez birdən öz vatasan meydana deyəsən mən Rabbil aləminəm. Çünki Fironda bu iddiası var idi. Didəl ondan da balatər. Firon demişdi ki, ənə Rabbukumul ə'la. Mən sizi lap dərəcəyə Rəbbinizəm. Bunlar dedilər ki, biz Musa və Harunun Rəbbinə iman getdik. Qalə Firon belə dedi onlara xitab. Aməntum behi əlamət sualinə. Siz iman getdiniz ona. Qəblə ən azənə ləkum. Qəblədir ki, mən sizə icazə verəm. Bu nə işdir gördür? İşte siz böyük kiçik bilməzsiniz. Adam iman gətirəndə böyükdən icazə alar. Mən icazə versəm, siz ya iman gətirəsiniz. İnnə haza ləməkrun məkərtumuhu. Bu iş elə bir ki, Firon deyəm, belə mənə roşan oldu, kəşf elədim ki, sizin bu işiniz bir kələfdir, hoqqəbazidir. Məkərtumuhu fil mədinəti. Oho, yəni Musa. Məkərtum, siz cadugələr, ho o Musa ilə ba həm qəblən şəhridə oturub suyidə cələsə qübsüzü da təbani eləyibsiz, əl-ələ veribsiz, nəqşə çəkibsiz. Ki, lituxricu minha əhləha. Ta bu şəhridən, şəhrin əhlin salat seçiyə. Burada xo, o cadu olur ki Musa. Məkərtum, məkdən fokərdir. Elə bilər cadu da olsun. Bəli, siz Musa ilə təban edibsiz. Bir dəfə buyurmuşdunuz, rəb oxuyanda ki, Xoza əmirdə qeydir məkrə. Bəli. Ya bu məkri, o da, indi biz deyilmə gəlir ki, Musa olmuş olar, Musa ilə. Ya ki, siz yüşübsünüz, bu məkri, məsələn, nəqşə çəkibsiz. İndi zehnimə Musa gəldi. Şayad ondadirsə, o zaman məsələn, diqqətlə, mütaliə ilə ərz eləmişəm, mümkün də ondakı düz olmuş olar. Məkr düz olmuş olar. Sehri də olar, Sehri də ola bilər, məkr də ola bilər, Musa da ola bilər.
ولی اگر bir zaman onu ərzələmiş olsam xanımə, siz yaddaşırsınız, o bundan behter ola bilər. Munta məşərtumuhu. Mən onu qəbul elədim ki, o zaman demişəm. Siz yazırsınız. Bu əlamət qoymuşam, qeyd Evet. Mən səzdən məsul olacağım ki, yerdən müsalə edəm, görüm hansı düzdür. İndi şəkə saldıdır mən. Gələn dəfə inşallah qəti ərz eləyəm. İndi də zehnəmə Musa gəldi. Xanım da bu ki, o zaman 4 il, 5 il bundan qabaq buna ərz eləyəndə, əki səhərdə? 86-da. 86-da xanım Xudaya Cillə bu surəni oxuyanda, o zaman onda ehtimalən ondan indidən düztər demişəm. Daha sonra. Amma bunu silim ərz eləyəm. Məkərtum və əlavəyə ho. O vav o dənəmə nədir? O vav zayiddir. 2 dənə zəmir bu cübibinə yapışanda üçün oxumaq çətin olar. İndi vavı götürsək olar məkərtumuhu. Məkərtumuhu bir dənə fişər aparır. Səlis deyil, rəvan deyil. Orada bir dənə necə bəxtiyir xay sək, ona tar bir zaddır. Məkərtum feildir. Munta bu siğə neçədir? Nuhumdur da. Məkərtum. Axırında mim var. Məkərtum. Mək کردید شما آن جادو را یا شما تبانی کردید با موسی. İndi hoya Musa diye her ne mənə mək dedi. Biləxə iki zəmin arasında bir dənə hərf izafə gəlir. Bu vava deyərlər vav-ı müfariqə. Yəni iki dənə zəmin arasında fasilə salıb. Fərq kəlməsində. Xoş. لِتُخْرِجُوا مِنْهَا أَهْلَهَا تا əhlin oradan xaric eləyəsiniz. فَسَوْفَ تَعْمَلُونَ تَعْلَمُونَ Bu tezgidət bilərsiniz. Nəticə bu təbanini. Nəticə ببخشید طبقه پالا که فردا مراسم دارن یه نفر اومده ضبطشون رو چیز کنم تنظیم کنه فاصله حالا بود گفتم بعد از ساعت 7 کارم ما اصلا حواسمون نبود شما یادمون دادید چیزی نشنیدم سلام نه آخه از دور اینا مشغولن سال سامان هم همش راه رفتن ناراحت که مامان اینا فکر کنم امروز مهمونی دارن با کلاس قرآن شما مصادف شده گفتم اشکال نداره ما چیز هستیم درباسی نداریم من میدونم ولی رفتن الحمدلله فردا مصادف میشون حالا ضبطش کنم ممنون دست شما دارم خواهش خب لأقطعن and içirəm öz əzəmətimə yəni bir şey and içirəm Fəron ki qət eləyəcəm əydiyəkum cəmdir müfrədi yəddir əllərinizi ərzuləkum o da cəmdir müfrədi rəcili ayaqlarınızı min xilafin bərəksi həm sonra ləusəllibənləkum and içirəm hətta əsət bu işi görəcəm sizi səlbə çəkəcəm əcməyin dəstəcəmi qalu cadugərlər dedilər ki eyb yox ne insan ilə biz hazırıq çünki yəqin eləmişdilər ki Musa düz iş görüyor və əgər burada Firon onları öldürsə onlar şəhid olacaqlar qatiyyətlə dedilər ki inna ilə Rabbina munqəlibun ma baki nədarik bizi sən əgər öldürsən şəhid eləsən biz şəhid olacaq və biz qeydəcək pərverdigarımızın tərəfindən amma Firon qoymunda diyaxam sən niyə bu işi görürsən və ma tənqimu sən bizdən intiqam almırsan sən bizdən mücazat eləmirsən ma tənqimu minna bizdən bizi mücazat eləmirsən bizdən intiqam almırsan illa məgər ən amənna bi ayat Rabbina fəqət buna xatir ki biz ayat və mucizat Rəbbimizə malikimizə, sahib ixtiyarımıza iman gətirmişik ləmma caətna vaxtı ki onlar gəldilər bizə xob indi üst tuturlar pərverdigara dua edirlər ehsas edirlər ki Firon o bildiyin eləyəcək təslimin əməlidir dua elədilər Rəbbənə əfriq əleyna səbra Xudaya səbri bizə sərazir elə əfriq
Yəni çoxlu sərazi. Sərazi ki, fəravanlıqla həmrəh olar. Xudaya, nə cür eləyə bilərsən, nə qədər mümkündür bizə səbr ver, yəni çox səbr ver. O səbri də nəticəti, yəni çox səbr istəyir. Çünki indi biz danışıyıq, deyirik, bəli əməldə təsəvvür edin ki, indi adam oturuyor burada, deyəcək, xub, sizi 10 dəqiqədən sonra öldürəcəklər. Özdə nəzir sağda, məsələn, tiri-xilas vurmayacaqlar ki, rahatsızlığına. Hələ sağ, qış, sol. Haçqan, təşkətin bu deyləşirmi? Yox. Yox. Xob, xanım Parisa istəyir ki, dəb eləsin, biz ama yerdə oturaq oturmuşuq. Çox sağ ol, Allah'a sağ ol. Necə, mizi götürük, görür ki, mizsiz də olar. Çünki hamımız yığışıdır, əvvəl miz deyir. Mizin dövrəsinə. Şöyle mizsiz də ola bilər. Çox adam dedi ki, Allah, nəzgə olacaq sələsə. Mizsiz, neyniyəcək? Deyir, baba, olar. Gözü oldu. İndi elə yerdə oturma olur. Xob. Və bəli, mənsubu çox çətindir. Özdə indi deyəsi işkəncə ilə öldürəcəm, qolunuzu vuracam, hələ bir nisat qan gedəcək, uçulu çəkəcək, səlifdən aslayacaq, ondan sonrası öləcək su çətindir. Ona görə çox səbr istədilər. Məsələn, demədilər Rəbbənə atina səbrə, Rəbbənə əfriq əleyna səbrə və təvəffənə musliminə, bizi təslim şəvəndə canımızı al, öldürcünə. Və qaləl mələu min qovmi Firavunə. İndi zahir qəziyə budur ki, Firavun Musa və Harunu vellədi, yapışdı bu cadügərlərin yaxasından. Deyir ki, bunlar özgədir. Bəs siz niyə? Belə bir ki, Firavun, Musa və Harun gedirlər öz işlərinə. Cəmaət ki, əvvəldə bunlara demişdi, mələk demişlər, ey Firavun, hələ bunlar sal təxirə, işin olmasın, bu da elə bir mühüm məsələ deyil. Məsələn, sən çox mühüm şəxsiyyətsən, sən bu əzəmətin qabağında bunların bu müxalifətlə bizad eləməz. İndi bərək, həmanlar ki, deyirlər Musa və Haruna möhlət ver, ərsih və əxahu, indi arı söz dedilər. Mələk deyirlər ki, təzəru Musa və qovməhu, Firavun Musanı və qovmun təzəru, yəni rəha eləsən, təzəru müzarədir. Mazisi vəzərə, misal-ı vabidir. Müzarədə qalib misal-hay vabinin vabı düşər. Vəzərə, yəzəru. Siğəyə həftəm olar, təzəru. Məsələn, vəsəfə, yəsifu. Vəsədə, yəsifu. Hamısı budur. Və on qomun liyufsidu fil ərzi, ta bu sərzəmində, əl-ərdənə bu sərzəmin, nənc Koreyi zəmində, əliflamda var, yəni bu sərzəmini mislidə fəsad eləsinlər və yəzərəkə, yəzərə də həman siğə əvvəlidir və velliyə, failə huvə Musadır və Musa velliyə səni və alihə təkə və sənin alihələr ver. İlə bu rahat istəyən buradan əl təksən, qalə, Firavun dedi, xeyr, bu rahat istəyən əl çəkməyəm. Sən nüqəttilu əbnaəhum. Mən Bəni İsrailin sabıqçı kimin, sabıqçı, aşağıda bir kəlmə var, ondan istifadə eləmişim. Sabıqçı kimin, bunların oğlanların öldürəcəyik. Yadınızda qəblən oxumuşuq, Sure-i Qəsəsdə ki, Harun vaxtı, Firavun vaxtı yuxu gördü ki, bir nəfər Bəni İsraildən gəldi, bunu tac taxtın əlindən aldı. Müəbbirlər yığdı ki, mən bu yuxumu təbir edin. Dedilər ki, məlumdur ki, buradan sənə bir xətəri var. Dəstur verdi ki, tamamı oğlan uşaqlar öldürsünlər. Əgər xanımlar da hamilədirlər, orada hamilə xanımların amar tutdular ki, səri vaxtı zayman yetişsinlər, görsən zayman yerində oğlan olsa öldürsünlər ki, Həzrəti Musanın da o cürmamansı məxfiyanə zayman elədi və yolladı rudinilər ki, həman Musa da gəlir. Yəni, yuxusu təhəqqüqdə. Sabıqda nəinki oğlan uşaqları öldürərdi, indi də deyir ki,
Sənuqəttilu ayəndə də öldürürük. Əbnaəhum bunların oğlan uşaqların və nəstəhyi nisahum xanımların diri saxlarıq. Tuyu parantez işlətməyə karcan olanda məzaridə, mədəndə bizə işləsinlər. Ya padığanda onlardan bu ünvanı sərbaz istifadə edilər. Və inna fawqahum qahirun. یعنی ما دست بالایی داریم نسبت به آنها. ما در فوق آنها هستیم، ما برتر هستیم، قاهرون غالب هستیم. یعنی قسمیت دادlar. Bunlar bizim ixtiyarımızdadılar. Qahir ismi faildir. Qala Musa leqomehi. Musa gördü də Firon belə təhdid eləyir. Gəldi, qovumun yığdı. Deyir ki, mərdum, qəziyə vüzurdur, bilirsiniz ki, mən peyğəmbərəm. Mən məmurdum Fironu hidayət eləyəm. Firon hidayət tapsaydı, Allah onu bəşləyəcəkdi. O ilə öz məqam və mövqiyyətində qalacaqdı. Amma o əl çəkmədi, tövbə eləmədi. Nə tənə tövbə eləmədi, bəlkə indi istəyir ki, əziyyət eləsin. Siz həvasız cəm olsun. İstəinu billahi. Allahdan istianət eləyin. Köməklik alın. Vəsberu və səbr eləyin. İnnəl ərzə lillahi. Yer Allahındır. Yurisuha mən yəşa'u min ibadihi. Der ixtiyarı o bəndələri ki, onlara səlah bilib, onların ixtiyarında qoyacaq. İndi feylən Fironların ixtiyarındadır bu sərzəmin. Amma əgər siz səbr eləsəz, mən pişbin eləyəm ki, ayəndə də bu sərzəmin sizin olacaq. Vəl aqibətü lil muttəqin. Kafir muttəqi olasınız. Axir aqibət خوب برای متقیان است یا آینده برای اذان مستضعفان است یا متقیان. قالو Bəni İsrail belə dedilər Həzrəti Musaya. Uzina min qəbli. Sən peyğəmbər olmamışdan qabaq, min qəbli yəni səndən qabaq. Sən peyğəmbər olmamışdan qabaq, uzina yəni feylə məhsuldur. Biz müəzzəb oluyduq, bizi əziyyət edirlər. Elə bizi gənə oğlanlarımızı öldürürdülər, qızlarımızı saxlayırdılar, əziyyət edirlər, şikəncə edirlər, işlədirdilər. Min qəblən tətina. Qəblədir sən gələsən. Və min bədi ma ceytəna. İndi sən gələndən də sonra. Da onda nə fərq elədi? Sən gəlib gəlməmağın bizim halımıza elə bir fərq eləmədi. Söyündükcə Allah Peyğəmbər göndərib, o Peyğəmbər gəlib bizi nəzat verəcək. Hiç eləmiş ki, ab əzab təkan nə xordə əs ya Musa? Qalə Musa belə dedi onlara. Əsa Rəbbukum. Əsanı görünəcü mən eləyəcək? Umidvar olun. Umidvar olun ki, Rəbbüz inşallah sizi, bu da inşallah mənasına dərsə. Dənən şayət. Umidvar olun, inşallah sizin Rəbbüz ən yoxdur ki, ədovvəkum sizin düşməninizi həlak eləyəcək və yəstəxlifəkum fil ərzi və yer üzündə sizi onların canişini eləyəcək. Fəyənzurə kəfə təməlun. Amma bunun şərti var. Şərti var ki, Allah müntəzir siz nəzi əməl eləyəcəksiniz. Neynəyəcəksiniz? Nəzi mənə ləbbə işləyəcəksiniz. Nəzi Allah ləbbə işləyəcəksiniz. Nəzi peyğəmbərə təvəssül edin. Siz kafiri bir qədəm götürürsünüz. Bir qədəm götürün, görün ittifaq çıxacaq. Ki, şənbə günü ərz elədik ki, buna deyirlər rəhmət-i xudavənd. Yəni, rəhmaniyyəti ki, mərdum onun eləyəcək, tələb eləyəcək. Şənbə günü bu cərz elədik. Surə 8-in axirində ki, Rəhman və Rəhmən fərqində ki, Rəhman yəni rəhmət-i ammə xudavənd, yəni Allah hamıya lütf eləyir, rəhmət eləyir. Amma rəhmət məxsus dərxast konəndəqandır. Məxsus o əfraddırlar ki, şaistəliyinə o rəhmət ilahını neynəsinlər? Cəzb eləsinlər, tələb eləsinlər. İndi də həmənə vurur. Kafirdir ki, siz bir iş görəsiniz, tələb eləyəsiniz. Xülasə, fəyənzurə, yəni fəən yənzurə, fənən, yənzurə, əslində bir hərfə əni var. Fəə götürsək yənzuru. Allah duyub baxır. Yənzuru Allah baxır.
Fəən yənzirə Allah müntəzidir baxır ki, kəyfə təməlasız neynəyəcəksiniz, nə işləri görəcəksiniz, nə cür? Yəni əməlindən də Allahın rəhmətindən Bəli. Fəqət istəmək yoxdur. İstəmək da elə o şərtidir da. Deyəsən, dildə istəyəsən və əməl də deyəsən də. Elə əvvəl zəbanidir. Dildə deyəsən, niyyətində deyəsən, düzün bir işlə də görəsən. Və ləqəd əxəzna alə fir'aunə bəssəni. Keçənki dərsin o bir səfdən dərsində var idi ki, sünnət-i ilahini ki, tozih verildik. Sünnət-i ilahi buydu ki, Allah mərdumə ki, iman gətirməzlər, onlara möhlət verər, cəhətən quşmallıq verər, adam olmasa onlara bəlaya düşər elə. Həmanın duvara müstaqıdır. İndi sünnət-i istidraz gəlibdir, ya sünnət-i əzabat istidraz gəlib, ya sünnət-i imla gəlib, fir'auniyanı tutur. Bu ki, əxəzna tutduq, yəni bələ ilə tutduq, alə fir'aunə ilə fir'auniyanı. Nə mənə ilə? Bəsseninə. Senin lüğətdəni salaha. Vəli burada gələ məcazdır. Mənzurə salaha, yəni salahayı qəhti. Yəni, qəhtil, xoşqüsallıqlarına. Yəni, Allah bildirər ki, xoşqüsali tapıldı, yağış yağmadı. Yağış yağmasa, meyvə də olmayacaq, çəşavəriz olmayacaq, damdarı da olmayacaq. Bəlkə bu fir'aunlə adam olsun. Əlavə bər xoşqüsali və nəqsi minəl səmərat və şərt bu onun zikri xası bədə zammıdır. Bu xoşqüsallıq olanda, məsələn, nə təsirət olacaq? Onların meyvələr nöqsan tapacaq. Biz onların meyvələrin, səməratların, meyvələrin, bəhrələrin, xülasə məhsulatı davamisində, çəşavərisində nöqsan icad elədik. Ləəlləhum ta bəlkə onlar yəzzəkkərunə mütəvəssih olarlar, adam olarlar, qeydələr, pənd olarlar. Yəzzəkkərunə bu zalın üstündəki təşdik və mənayı bir tıb ilə zıdır, yəni yətəzəkkərunədir. Tı təbdil olur, zala, buna deyirlər evdan. Yətəzəkkərunə ta bəlkə bunlar mütəvəssül olarlar, pənd olarlar. Amma pənd olmadılar. Fəizə caəthumul həsənətü qalu lənə hazəhi və in tusibhum səyyətun yəttəyyəru bi Musa və məmməhu. Xoşqüsallıqlarla ki, bunlar tutduq, cəhətən də xbəran ki, hələ Allah təsvir tutmayıb bunlar məhv eləsin. Çünki məhv eləsə, bir torkulub xoşqüsallıq idamət əvardır. Cəhətən arada bir xoşqüsallığı təhrif edib, bir cüzülhal, yavaş yağıydı, meyvə, məhsul ərə gəliydi. Buyur ki, فَاِذَا جَاءَتْهُمُ الْحَسَنَةُ Vaxtı həsənə gəldi bunlara, yəni bir yağış gəliydi. Bir meyvə, ne bilirəm, məhsulat, davamı şəvəzi olurdu. Onda qalu, deyirlər ki, lənə hazihi. Bu fəqət elə biz üçündür. Yəni, biz əyanı əşrafın şansının əsərindədir. Şansa mötəqdirlər. Bu bizim, mesela, sədəqi sərimizdir. Bu bizə xatirdir, bu məhsul çoxalmaq. Bu yağış bizə göy yağdı. Xülasəsi budur. Amma və in tusibhum səyyətun, amma vaxt ki, bəla gəliydi bunlara, səyyə yəni bəla. Tusibhum, isabət edilir oraya səyyə, yəttəyyəru. Yəttəyyəru, bu yəni nisbət veridilər. Nisbət veridilər be Musa, Musaya. Yəni deyirlər ki, bu Musanın şansındandır. Şansından yox, bu Musanın şumluğundandır, onun qədəminin namübarəkliyindəndir. Və məmməhu, bir də onun həmrahlarının təsiridir. Musa yox idi, Musaya iman gətirənlər yox idi, vəzimiz xoş idi. Xoş, Musa gələndən bu işlər tapılıb. Musa gələndən, Musaya iman gətirənlərdən qalibən qəhti gəlib, çoxdan da bir yağış yağır. O yağışı Allah bizə göre yağdırır. Bu qəhti də Musanın və onun tərəfdarların üzündəndir.
Xülasə Musanı və möminləri günahkar bildilər. Əla Allahın, bu cümlə Allahın cümləsidir. Allah bu şey, ey mərdim ağah olun, onlar yalan deyirlər. İnnəmə tairuhum indəllahi. Bu da tairin mənası yəni sərnəveşt. Onların sərnəveşti, axir aqibəti, şumluqları Allahın beslə ixtiyarındadır. Yəni Allah bunları be xatiri gələt işləri bu cür doçarı bəlahay asman eləyib. Və lakinnə əmma əksərəhum la yələmunə. Bunlar əksəri mütəvəccih olmur. Neçəsi ərz eləmişik, bir də deyək, Suriyə Yasində hamıdan çox məşruhən ərz elədik ki, tair kəlməsi bu cür məvaqidə məcazdır. Tair yəni pərəndə. Ərəb içində, o məntəqədə, Yahudilərin içində, Botpərəstlər, müşriklərin içində mod olmuşdur. Fal vurmaq, nemidünəm, falaşmaq, bəd, fal-i müsbət, fal-i mənfi. Nə mənə fal açardılar, fal vurardılar, müxtəlif şeylərlə, bir də quşlarına. İndi məsələn, musafir istəyir hərəkət eləsin. Ya musafir gəlib, qonaq gəlib. Evə qonaq gəlib, məsələn, xanım dadxahı, deyək ki, qonaqlarımız gəldi, baxır ki, quşlar, qonaqlar gəndə, bu evin solundan getdi sağ tərəfə. Deyirlər, qonaqlar quşdu. Yox, deyirlər ki, bunlar getdilər, yəsardan yəminə, yəmin, yomn, yəni mübarəki, bunlar qədəmdən mübarəkdir, inşallah yaxşı olacaq. Xoş qədəmdirlər. Ya ki, özünün 2 dənə quşu vardı, saxlamışdı. Ya qeydəcəklər, geçməyəcəklər. Bu cür pəncərdən uçudur, gör ki, quşlar tərəfə gedəcəklər. Sağ tərəfə geçsəydilər, biz ki, bu qonaqlar xoş qədəmdirlər. Amma sol tərəfə geçsəydilər, sol tərəf, yəni bunlar şumdur. Yəni, bu qonaqlar bəd qədəmdirlər. İndi qonaq da otuydu. Məsələn, evə gəlin gəlib, o da otuydu. Damat gəlib, o da otuydu. Uşaq dünyaya gəlib, evdə uşaq mütəvəllid olur, orada da o ittifaqlar şübdür. Xülasə, o bahis olub, yavaş-yavaş kələməyi, pərəndə və mənayı fal. Pərəndə yəni fal. Munta qalibən falişum və bundan feil düzəldiblər. Orada Suriyə Yasində var idi ki, ərəblər, peyğəmbərlərin mordində getmişlər Türkiyə, Antakiyə, o Antakiyənin peyğəmbərlərin mordində Botpərəstlərdirlər ki, İnna tətəyyərna bekum. Tətəyyərna bekum da məni lüğəvsi mord nəzərdəyir. Biz fal vurduq ya falaşduq, sizin falus pisdir. Məlum olsun ki, siz şumsuz. Xülasə, tətəyyər, yəni falı bəd zədən. Tair, yəni falı bəd. Ya məsələn, name-i əmal Quranda var. Name-i əmal ki, cəhənnəmiylərin boynundan aslanıb, o name-i əmala da bunu tair. Pərəndə-i şuma, yəni pərvəndə-i şuma ki, در آن نمراتتان پایین تر از ده هست، مردود شده. پرونده ای که نشانگر مردودی است به نام پرنده نامیده شده است، یعنی شومی. در هر صورت یتیرو دیدیler ki biz fal vurduk, nispət verdiler Musa'ya, bu Musa'nın və məmməhu onun həmrahlarının şumluğundandır. Allah da bu ki innəma tairekum da deməyəcək ki həmana pərəndəyə şuma, pərəndə yoxdur. Yəni şumi şuma. Ki burada به معنی سرنوشته. سرنوشته شوم شما در دست خداوند است. و قالوا مهما تأتنا به من آیة لتسحرنا بها فما نحن لک بمؤمنین. خب Firavunilər bəlazədə oldular, giriftar oldular. Gəldilər Musa'ya dedilər ki, Musa, bax bir, indi xoşqüsallıq oldu. Qəhti gəldi, hər nə mənə. Daş da yağsa, biz əl çəkməyəcək. Biz sənə iman gətirən də. Neylisə elə var? Bunlar əvvələn sən sehr o caduğun əsərindədir. Bunlar da mucizədə. Sən nə cür sehr eləysən elə?
bizden sana lebbeyk diyen yoktur. Bizden sana bəli diyen olmayacak. Dikkat buyurun. Galu, bu galunun vavı yani Firavuniyan. Dediler mehma yani hergah ve her tor. Mehma tətinə ya her çiz. Bəli. Bir de açalım. Mehma bir kelimedir. Mehma tətinə beyi hergah her nəçi gətirsən bizə min ayetin ayelerden, mucizelerden litəshərəna ta bizi sehr eləyəsən beha bu mucizelerin vesilesiyle mucizelerin dildə deyil ama deyirlər ki bunlar cadudur. Pəs bilha Musa ma nəhnu may nəfidir. Yoxdur bizdən ləkə sənə o be mənası hiçdir. Bay zaten hiç. Müminine imana verəndəqa. Yəni bizdən sənə əsla və bəda iman gətirən olmayacaq. Huşu başı var. Hesabı get. Özü yorma. Gedək. Götür çıx get. Əslən əlindən gələn əsicəmə. Ama ne oldu mehma? Mehma yəni hər qah. Hər zaman. Fəərsəlna əleyhim. İndi bu Allah'ın fərmaşıdır. Allah buyur ki biz ki bunlara bir bəlalar göndərmişdik, xoşqüsallığı göndərmişdik. Bəlkə adam olsa, adam olmadılar. İndi bu şikəndələrin şiddətin, bəlahay asmanın şiddətin çoxaldıyıq. Buyurur ki bunlara dübarə bəla göndərdi. O bəlalar ibarətdir. Firavuniyana ha, ət-tufanə. Tufan. Diyor ki Firavuniyan, əl səhməsə tufan gəlir ha, ola bilər eyb yox, gəlsin. İndi tufan gəldi. İndi bir də parantez atacaq. Dalda ki, bir ayətdə bir mətalif var ki, o mətalif bizə dəstur var ki, bir də parantez ataq. Bir gəlib. Ki, tufan gələndən sonra Musa cəmaətədir ki, əl çəkişə çəkmişsiniz. Çünki tufan şədidir. O qəhd salihi aram-aramıdır. Mesela yağış gəlməydi. Biləxirə bir gülüyən geçiriydilər də. Amma indi tufan gəldi, bunlar ziriri elədi. Gözdə yox o. Bu ciddi bir zatdır. Deyilə Musa, qələt elədik, anlamadıq. Tövbə elədilər. Özümüz islah elərik. Bir vaxt təyin elədilər. Aşağıda gələcək vaxt təyin elədilər. Məsələn, bir ayəcan islah elərik. Həzrət Musa dedi neynə? Bir ayəcan tufan qət olacaq. Bir ayəcan da tufan qət oldu, dilə yaxşıda da tövbə eləyə. Amma sabahdan dilə yox baba, nə? Bu da bir ittifaq idi. Çinə başladılar səhv eləməyə. Səhv elədilər, sonra arıya bəla. Bəlayı digər, vəli cəradə. Cəradəni mələx. Mələxlər həml elədi bunların zində gəlməyinə. Nəzri mələxlər. Mələx gəlir, nə mənə o tələf var, məzari var, hamısı yiyik ki. Zindəcanını tətil eləyir. İndi fikrin, indi bir dənə milçək tapılar. Biz hamımız yığışsak o bir dənə milçək tutanmayacaq ki, heç. Bir dənə milçək, bir dənə əsabımızı xord elə. İndi 2 dənə, 3 dənə, 10 dənə, 50 dənə, 100 dənə sel kimi gələ gedə divan olar. Mələx o ki həml eləyir. مثلا استاد تو آسمون وقتی میاد سیاهی دیده Bəli, mislə əmri. نشون میده Çinə gözlə baba, bəla əcibdir, tövbə elədilər. La Musa qələt elədik, anlamadıq. Xob, parantez var, yoxdur. Bir ayədən islah elərik, 2 ayədən islah elərik, 5 ayədən, 5 ayədən möhlət verib özümüzə bax başlayır. 5 ayədən möhlət verdi, da bilmir nə adam möhlət verir. Çinə başladılar. Başladılar bəla edəcək. Vəli qomməl. Sonra bəlayı be namı qomməl. Qomməl nə mənədir? Bu ərzimizlər şepeş. Şepeş, indi siz bilməzlər, qədimilərdən bilməyəm. Mən ki yanımdadır, Hacıxanım ki, Əyyan Əşrəf xanəqasından da bilməzdir. Vəli eşidib də. Biz görərdik. Mədrəsədə biz görərdik ki, əfradın başından, çiynindən, cəhdən, libasdan, yaxasından şepeş çıxardı. Mədrəsədə biz görərdik uşaqlarda. Mən kiçiydim, mən hətta yadımdadır ki, çaharım ibtidayətdən mən şepeş görərdim. Əvvəl, doğum, sınıf çağırım. Pəncimdən bir tane yadıma gəlməydi. Elə o zaman yavaş-yavaş fab çıxıydı. Fab gələndən şepeş yoxdur. Yəni pudre, libas, şui gələndən da şepeş olmadı. Ondan qabaq fab ki yox idi, soğanla libas yuvardı. Ki xanımlar bilməz, soğan, Hacıxanım soğan bilirsiniz? Soğan. Bir dənə bir Soğan siyahıdır. Siyahıdır, rişeyi bir
Elə kafi var idi, çox zəif bir Zəif kafi bir var idi. Xülasə, bir dənə cəvən kimi bir ciyah idi. Onun rişəsi var idi. Dağ, Çox çətinlə, dağda, xodruydu. Onu çıxardarlar, gətirib quyudaydılar. Quyudandan sonra pudr elərlər. Biz özümüz bu işi görərdik. Şu bizim bağımız vardı. Bağımız da dağa yapışırdı. Qışdan yeydi də. Bəli. Xülasə, şepeş, o şepeşdə indi lağa istəsə bir nəfər şepeş tapan, lüğət kitabında baxın, əksi var. Elə indi də tapılır. Əlbəttə, indi mən bir dəfə Amuzişgahda dərs idi. Bir dənə orada qız var idi. Tükü çox idi, saçları buradan, dizindən idi. Məqrəsinin altından çıxardı. Bəli, çox, tüklər əziliyə. Mamansı gəlmişdi, Hivdər Şəhbər xiyabanda bir Amuzişgah dostur moyun var idi. Orada mamansı gəlmişdi, dedi ki, mən o rəsi Amuzişgah dedi ki, xanım bu iki dəfə gəlməyəcək. Deyək, niyə gəlməyəcək? Deyək ki, qızımın başı sirkə salıb. Yox. Qorxuyam bunu bit basa, bunu oğlumu tamam tüyle, hər tükündə qoyuyor. Məsələn, 10 dənə sirkə. Ki, bunu təmizləmə olmur, davayla olmur, yəcək bunu kullən qırxaq başın, o da olmur, konkur verəcək. Çünkü bu uşağın vaxtı olmayıb, elə o yuyub, o quyutmamış, seçvarma quyutmamış, başını bağlayıb, oturup dərsə. Konkur şahidiydi. Xulasa gəlmişdim, orada mən eşitdim də dəftərdə oturmuşdum. Bu uşaq bit basar, bunu aparıyor. Hansı keşfərə, orada mazir, onun məxsus davası var. İşim yox, mənzur, elə indi də bir nəfər Behtaşlı Murat eləmə səhbəsi. Kafid elə bu tüylə quyutmayasan, 2-3 dəfə polislər həm sirkə salar. Gəldim bir yerdə müsəlman gəlib bit olur. Yaş, mərtub çıqalı quyumu, xod be xod başın çiçinə, torpaqda köməkli eləyir, sonra tapılır. Havada var onun adı, toxumu. Toxumuna sirkə deyirlər. Toxumu şefişə sirkə deyirlər. Xulasa, indi qomməl bitdi. Muntaq bunlar məkəndəyə xundur, qanı içərlər. Bir dənə, 2 dənə, 3 dənə mümkün təhəmmül eləmə olar. Vəli bu mucizası həmlər idilər. Budur. Təfsirdə bu yazılır. Bu da təşrih eləməyir. Yatırdılar, yatacaq yorğanın altı doluydu bitinə. Bu bitlər də həmləli bulan bədənlərinə, rəklərinə. Zalı kimin sürətlə məkəndəyə xundular. Durdular, silkəlidilər, süpüydülər, özlərin bir səhmanlaşıyla gələr, yatacaq dubara libasların altı doluydu, Feroniyan ha. Bu bitinə hain çiçinə tövbə elədilər, bəlkə bu bəla da geçsin, cinə bəla qət oldu, əzino başladılar, buna Yahudilərdilər ha. Yahudilər bu cür əfraddılar. Cinə başladılar, indi bəla digər zəfadə edir. Zəfadə cəmdir, müfrədi zəftə, zəftə, yəni qurbağa. Bu nə cür? Bəli? Göydən yağır. Göydən qurbağa yağır. Yağış əvvəldə qurbağa yağı idi. Elə mələx kimin. Ondan sonra nə mənə pişiydilər, təbdil olurdu qurbağaya. Məsələn, indi o da aş pişirik. Abquş qoyub, ət var, sümük var, noxud, lobiya. Xob, indi o da baxır, həcdat öz yerindədir. Cəhəti ilə bunu tökələ, disə, kasıya yiyərlər, tökəndə təbdil olurdular qurbağaya, belə qurbağa qalsın. Xulasa bulan zindəcanlığı haram elədilər. Cinə tövbə elədilər, adam olduq, qələt elədik, anlamadıq, dubara. Cinə tövbəni sındırdılar, bu dəfə dəm, xun, mucize-i be nam xun, bəla-i be nam xun. Yəni ki, müxtəlif bitədilər, gövdən qan yağdı, becai yağış. Bu bir söz. Bir də yazıblar ki, bunlar xundəmaq oluyordular, mürəttəb, buyunlarından qan gəlir. Bir də yazıblar, Kitab Afəriniş filminə baxsaq, Toratda ayrıca yazır. Toratda yazıb ki, bunların suları qana təbdil olurdu, ləxtə qana. Sudur, bir də çasıda sudur, livanda sudur. İstəyir ki, əl atı onu
götüyə ta əli dəyməyib sudur. Gətir, ta dodağa dədə, bədənə dəyəcək, təbdil olur, ləxtə qana. O filmi kitabı afərişə göstərdi ki, Firon deyir ki, bu Musa sehr eləyib, cadı eləyib. Bu suları təbdil eləyə bilir qana. Həyətinin havuzunu təbdil eləyə bilir. Həyətdəki quyunun suyunu təbdil eləyə bilir. Amma da rudinil eləyə bilməz ki, getdi özü uydu rudinil. Yox, getdi rudinildən su götürəndə sudur. Ta götürülə əldə olur qan. Firon özünü atıb suya. Rudinilə. Ki, tamam. Bunun hamısını ki, cadı eləyə bilməyəcək. Yek parça ləxtə xun olubdur. Yine tövbe elədilər, adam oldular, tövbe. Rudinil. Yox, Rudinil qan olub, Firon isə. O Firon filmində Şahab Fərənsə göstərir ki, Firon evində, qaxında əsir olurlar. Susuzluqdan da dəhfərman, məlillər, yolvarırlar. Və dəhfərman deyə sağladım, Şahab Fərənsə dedi. Ayatin mufəssəlatin. Bunlar hamısı mucizəhay, bəlahay, mucize, müfəssəldir, vazihdir. Amma ba in həmən fəstəkbəru. Yine bunlar istikbar elədilər, adam olmadılar. Və kanu qovmən mucrim oldular. Əl çəkmədilər. Və ləmma vəqə ələyhimur rizzu. İndi o üstəki səthi bir təşkil eləyir. Buyurur ki, hər dəfə bu bəla gəlirdi. Mən ərz edirəm, haç fasiləsi var idi, bu ayədən istifadə edirdim. Hər zaman ki, bəla gəlirdi, qalu, gəlirlər deyirlər ki, ya Musa, ey Musa, ud'u lənə rəbbəkə. Sən Rəbbindən istə, bima əhidə indəkə. Tıpkı o qərardadır ki, səndən Allahın arasında var. Allahla Peyğəmbərlərin arasında bir dənə qərardat var. Bu qərardat budur ki, ənbiya müstəcabət dəvədilər. Ənbiya dua eləsələr, duaları icabət olar. Bu cümlə mənasıdır. Bema əhidə indəkə. Tıpkı əhdi ki, Allah səndən bağlayıbdır. Və sən müstəcabət dəvəsən, səndən nə deyirsən, Allah sənin sözünə baxır. Allahınla istəcinən ki, ləin kəşəftə ənlər riczə. Əgər bu bəlanı götürsən, lənuminənnə ləkə. Biz sənə iman gətiririk. Və lə nursilənnə məkə bəni İsrailə. Və biz bu bəni İsrailə səndən ötürük deyə götə var dərək. Bax, istəmədi. Xudafız xoş gəldi. Çıxın gedin. Amma buyur ki, fələmma kəşəfna ənhumur riczə ilə əcəli. Amma hər qah biz bu bəlanı bərtərəf edirik. Kəşəfna, kəşfliqdən bərtərəf edirik. Nə mənə rizz, yəni bəla, hər tərəfdəki bəlalardan ilə əcəlin hum baliğuhu. Bir zamanazdan ki, bunlar özdə təhud edirlər. Məsələn, deyirlər, bir arasından biz özümüzü islah edərik. 6 aydan özümüzü islah edərik. İlə əcəlin, o zamanazdan ki, o tarixədən ki, hum baliğuhu. Bu bir istilahdır. Yəni, onlar o müddəti özləri təyin edirlər. Deyirlər, Musa, sən 5 ay bizə bir möhlət ver. Gör, özümüzü islah edək. İzahum yənkesuna. Birdən-birə ki, bunlar nə peymanı sındırıydılar. Dubara o birisi bəla başlaydı. Hər bəla gələndə bu cür təhud edildilər, amma kinə də axidə əl çəkmədilər. Axidə bir nəzə oldu. Buyur ki, fəntəqəmnə minhum. Biz bunlardan, beləxərə də bunlardan adam olmazdılar. Bəlayı zir-ru konəndə, rişəşəm konəndəni göndərdi o. Fəntəqəmnə intiqam aldıq. Minhum onlardan fəəqrəqnahum fil yəmmi. Bunların hamısını dəryada boğduq. Əlbəttə, bunların hamısı ilə o qismətdədirlər ki, Fironla gəlmişlər Həzrət Musanın dalıca. Yəni, nəinki tamamı Fironla. O miqdarı ki, Fironla gəlmişlər, təqib edir o ərtəşi. Yox, bu Risalətin eblag eləyəndən takip edərədən çox müddət. Bəli, müddət. Bu bəlalar gəlib, bəli, bunlar neçil olacaq müddət. Zaman ki, burada deyib də xulasa. Bəli, bir dəstə də mümkün 10 il, 20 il tutacaq. Yox, təvəccüh olmuşdur. Yox, bilafasıdır. Allah möhlət verir adamı. Fəəqrəqnahum fil yəmmi. Biz bunları dəryada qərq elədik. İndi bir nəfər sual eləsə, niyə? Bu an ki, deyib üstə niyə?
به دلیل اینکه بای سبب به سبب اینکه به علت اینکه انهم کذبوا به آیاتنا onlar bizim ayatımızı təksib elədilər və kanu ənha qafil oldular. İndi ki bu Firavuniyanı orada qərq elədilər, o əsli ərtəş ki orada qərq oldu, Səran orada qərq oldu, əfrad da ki qalmışdılar şəhridə, orada elə bir əllərinə bir işləmədik, onlar düşdülər Bəni İsrailin əlinə. Bəni İsrailin bir miqdarın Həzrəti Musa götürmüşdü özü ilə deryadan cesit apardı Asiya'ya veli bitti kalmıştı orada. O kalanlar o ne mene Firavuniyanın imkanatı vardı düştü olan eline. Şöyle Beni İsrail Hz. Musa'nın vesilesiyle iki grup oldular. Bir grubu özüyle götdü gecelikle çıktılar ki geldiler yetiştiler deryaya. Firavunlar onları takip elediler. Onlar orada necat taptılar. Firavunlar erteş Firavun özü orada gərq oldular. Bir de Bəni İsrail'den qalmışdılar Afrika'da, Misrin özünde. Onlar bir o sərzəminə malik oldular. O qalıb olan Firavunlar da onlar orada öldürdülər. İndi onu buyuruyor. Və əvrəsna ələ qovməl-ləzinə kanu yustəzəfunə. Yəni bu Bəni İsrail ki Misri'də qaldılar. Bu ki o qalanları biz varis elədik. O qalanlar ki müstəzəf olmuşdular. Məşarikəl ərzi və məğaribəha. O sərzəminin məşriqindən ta məğribinə. Yəni nə mənə o Misridə şərqidən ta qərb-i Misrədən Firavunun ixtiyarındadır. Ola qoyduq Bəni İsrailin ixtiyarında ki Musa ilə həmrah getməmişdilər. Əlləti o sərzəmini ki barəkna fiha o sərzəminə bərəkət vermişdik və təmmət kəlimət-u Rabbikə və bu da kələmədən mənzur vədə-i piruzidir. O vədə-i piruzi ki keçən səfərin axirində dedi ki əgər inşallah səbr eləsəz Allah inşallah ümidvar olun bu sərzəmini sizin ixtiyarınızda qoyacaq. O vədə-i piruzi təhəqqüq tapdı. Bəs təmmət kəlimət-u Rabbikə yəni vədə-i piruzi muhaqqaq şud. O vədə-i piruzi ki əl-husna behterin söz idi. Der vaqa bu idi. O husna sifəti kələmədir. Təmmət kəlimətul husna an vədə-i piruzi rasin behterin ki Pərverdigarın tərəfindəndir. Əla Bəni İsrail. Xob, bu muvaffəqiyyət hardan tapıldı? Qutarıq, bu ayədə quturuq. Bema səbəru be xatir ki onlar səbr elədilər. Və dəmmərna ma kanə yəsnəu Fir'unu və qovməhu. Fir'unun nə mənə düzətmişdi və özlərin və o tac təxtilərin, təşkilatların məhv elədi və makanu yerişunə və o apartmanlar, o borcular ki düzətmişdilər ya o bağهای بسیار müfəssəli ki onlara mesela darbəst vurmuşdular çox gözəl şeklində fəqət Firavuniyan eləbilərdilər oradan istifadə eləsin olan əlindən aldı qoyduq Firavuniyanı ixtiyarında bəqiyyəsi inşallah gəlin həftə gördük sizi bəşlərsiniz Əssalamu aleykum və rəhmətullah tuğlanırsa bəşlərsiniz sağ ol xanım rəhmətullah təşəkkür yolsaz bəşləyim Gəm yəni dərya